Və şeytanın da insana sehr öyrətməsinin əsas məqsədi, əsas hədəfi insanı küfrə, şirkə salmaqdır. Çünki sehr eləyən də kafirdir. Sehirbazın yanına gedib sehr elətdirən də və sehri öyrənən də. Yəni bu işdə olan hər kəs küfürdədir. Yəni eləyən də, elətdirən də, onun yanına gedib öyrənən də, burada olan hər kəs küfürdədir. Bu böyük küfürdür, yəni dindən çıxaran küfürdür. Sehirbazın da və yaxud da sehrin də küfür olmasını bu hədisin şərhində Şeyx Abdurrazzaq Hafizəhullah 7 yöndən gətirir. Yəni 7 dənə dəlil zikr eləyir ki, sehr əməli küfürdür. Yəni dindən çıxaran küfürdür. Yəni insanı kafir eləyən küfürdür. Birincisi, bir insan sehirbaz olmaq üçün birinci elədiyi əməllərdən birinə də o Allahın kitabını aşağılamalıdır. Məsələn, Quranı aşağılamalıdır. Üstünə nəcism tökməlidir və yaxud da Allah qorusun başqa belə təhqir hərəkətlər eləməlidir ki, o küfründə şiddətini artırsın. Və sehirbazın da sehrinin gücü onun küfrünün gücünə bağlıdır. Yəni, nə qədər küfürdə güclü olursa, o qədər də sehirdə güclü olur.